Hə, gedir. Salam. Yaxşı. Deməli, Mənim telefonumuzda yeri yoxdur. 54 dəqiqə az qaldı. silmək lazımdır. Hə, çünki avqustdan çəkilən videolar hələ qalıb silməmişəm. YouTube'a atanda o videoları. Buyur. Kompüterdədir o hesab, yoxsa telefonda. Telefonda. Uy. Fiqurların sahəsi. Deməli, hamı telefondan edirəm hamısını. Bir də kompüterə baxdığımı lazım. Deməli uşaqlar, fiqurların sahəsi, yəni daxilindəki yerin sahəsini tapacaq. Birinci başlayacaq biz nəyin sahəsindən? Düzbucağının sahəsindən. Nədən? Düzbucağının sahəsindən. Bəli. 5-ci sinifdən bəri keçirsiniz. Düzbucağının sahəsi. İndi düzbucağının sahəsi. Bir neçə sahə düsturu var. Düzbucağın sahəsini tapmaq üçün bilirsiniz. Nə etmək lazımdır? Enini uzunluğuna vurmaq lazımdır. Bəli. Bura A desək, bura B desək, bunları bir-birinə inirik, vururuq. S bərabərdir. Sahə deyəndə, yəni bunun içərisi nə qədər tutur da, o deməkdir, elə deyilmi? Bəli. Məsələn, adi bir otaqda şagirdlərin sayını tapmaq üçün sıranın sayını, hər sıradakı yerlərin sayına vurur. Məsələn, sən bunu nöqtələr kimi işarələsin. Nöqtələr kimi işarədir. Nöqtələrlə dolğusun, nöqtələri biraz da yaxın çəksin, nöqtələrin sayını tapmaq elə bunun sahəsini tapmaq deməkdir. Ona görə burada məsələn 40 dənə nöqtə olacaqsa, burada 100 dənə nöqtə varsa, 40-ı 100-ə vurub bunun içindəki nöqtələrin sayını tapmaq, bunun nəyini tapmaq deməkdir? Sahəsini tapmaq. Ona görə həmişə enini nəyə vururuq? Uzunluğuna. Elə nöqtələrin də birləşməsi nəyə yaradır? Düz xətti yaradır da. Bu özü A nə çox olur? Nöqtələr çox olur. B-də nədir? Nöqtələr çox olur. Ona görə həmişə eninin uzunluğuna vurmağımızın səbəbi budur. Düzbucağın sahəsini tapanda. En vur uzunluq. Aydındır mı? Bir sahə düsturu bu. Gəldik indi ikinci sahə düsturu. Diaqonalla hündürlük. İkinci sahə düsturumuz budur. Diaqonalla hündürlük. Düzbucağının diaqonalı bilirsiniz. Neçədən diaqonal olur? 2 dənə. Bəli. Diaqonalların hansı uzun olur? Bərabər olur. Bəli. Məsələn, buradan bir diaqonal çəkək burada. Diaqonallar həmişə eyni olurlar. Hansı fiqurda? Düzbucaqlıda diaqonallar eyni olurlar. Bir dənə diaqonal çəkəcəm və burada həmin diaqonala bir dənə hündürlük çəksin. Məsələn, bu düzbucaqlının hündürlüyü deyil də, bilirsiniz. Nəyə çəkilən hündürlüyüdür? Diaqonala çəkilən hündürlüyüdür. Buna bir H desək, diaqonalımız ona D desək, onda sahə yenə nə olur? H vur D. Məsələn, qısa olaraq. H vur D ilə tapılır. Bu ikinci sahə düsturu. Düzbucaqlıda. Bir də var diaqonalların ikisi ilə bağlı sahə düsturu. 2 dənə diaqonal. Üçüncü sahə düsturu. Müəllim, biz orada diaqonalın sahəsini tapdıq. Yox, düzbucaqlının da H vur D. Diaqonalı vurduq H-a, tapdıq düzbucaqlımızın sahəsi. Deməli, üçüncü sahə düsturu hər iki diaqonalla tapacaq. Hər iki diaqonaldan istifadə edərək. Məsələn, bir diaqonal, bu da ikinci diaqonal. Çəkdik. Diaqonalın arasında bir dənə bucaq qalır da. Amma bucaqla düşmə ehtimalı çox azdır. Əsas bunları bilsəz, bəs edir. Bunun ehtimalı azdır. Bura bir alfa yazsam, nəyimizdir? Bucağımız. Bəli. Burada D, bu diaqonaldır. Bu da olacaq D-də. Çünki diaqonallar necə olur? Bərabər olur axı. Onda S bərabərdir. Təbii ki, söhbət düzbucağının sahəsinə gedir. D vur D, bir də vur sinus alfa. Böl 2. Diaqonalları hasilinin, onların arasındakı bucaqla hasilinə, bir də bölürük nəyə? 2-yə. Təbii ki, bucağın sinusu. Yəni, bu formada hesablaya bilərik. Məsələn, istifadə oluna bilər də, məsələn, buna aid, məsələn, bir nümunə yaza bilərik, tutaq ki. Müəyyən bir düzbucaqlıdır. Tutaq ki, diaqonalların arasındakı bucaq 30 dərəcədir, məsələn. Diaqonalların arasındakı bucaq, tutaq ki, 30 dərəcədirsə, buraya yazam 30 dərəcə. Diaqonalda, məsələn, 6 santimetrdir. Onda S bərabərdir, nə yazacaqsınız? 6 vur 6. Bu 6'dır, bu da 6'dır. 6 vur 6 vur. Sinüs 30.
6 ümumidir. Bir dənə diagonal 6-dır. Mən O bir yarısı diagonal hesab 6-dır. edirəm. Yox. Bu sinus 30. 30 dərəcə. Böl 2. S bərabərdir. 6 vur 6. 36. Sinus 30-dan neçə alırdı? 2-dən 1. 2-dən 1 alır sinus 30-dan. Böl 2. Bucaqları keçməmişik ki biz. Trigonometrik bucaqları. Yox. Hə, indi onda rahat olacaqsa. Bunları 2 ilə içəri aparıb 36 nə qalır? 18. Bu da bərabərdir 18 böl təzədən məxrəzi 2 var ha. O deyir 9. Bəli, düzbucağının sahəsi Mənim oldu. keçmişim burada. Bəli, üç bucaqda demişdik. Sinus nəyə nisbətidir, Hə, kosinus nəyə onlar nisbətidir, bilir. bəli. Onlarla bağlıdır da belə dərəcələrdə təzədən yenə qayıdırıq onlara. Sonra düzbucağının başqa xüsusi bir sahə düsturu. Elə bunları bilsəz bəs elə düzbucağında sahə təzə. Bir də diagonalları sahə necə bölür? Bərabər hissələrə bölür. Deməli, diagonallar sahəni bərabər hissələrə bölür. Diagonallar çəkəndə hansı fiqurlar alınır burada? Üçbucaqlar. Yəni həmin üçbucaqların sahələri necə olur? Bərabər olur, eyni olur. Diagonallar sahəni bərabər hissələrə bölür. Bərabər hissələrə bölür. Yəni, məsələn, tutaq ki, düzbucaqlı götürsək, bunun diagonallarını çəksək, tutaq ki, bura S1, buranın sahəsinə S2, buranın sahəsinə S3, buranın sahəsinə S4 desək, bunlar hamısı birinə bərabərdir. S1 bərabərdir, S2 bərabərdir, S3 bərabərdir, S4. Yəni, bunlar hamısı bərabər sahəli üçbucaqlar olur. Tapmaq üçün birini veribsə 4-ə vurub tapa Bəli. Məsələn, buradakı üçbucaqlardan birinin sahəsini bilirsənsə, 4-ə vurub nəyə tapacaqsan? Ümumi düzbucağın sahəsini. Və düzbucağın sahəsini bilirsənsə, 4-ə bölüb birinin sahəsini tapacaqsan. Bir üçbucağın sahəsini tapacaqsan. Bəli. Və ya da bir dənə diagonal çəksin, 2 bərabər hissələrə bölünəcək. Biz necə? Bəli. 2 dənə yeni üçbucaq alınacaq da. Bir dənə diagonal çəksin, məsələn, çəkər burada bir dənə diagonal. Orada 2 diagonal çəkdik, 4 dənə üçbucaq alınır. İndi sən bir dənə diagonal çəksin, neçə dənə üçbucaq alınır? 2 dənə necə üçbucaq? Üçbucaqlı üçbucaq alınır, bərabər üçbucaq. Bəli, burayla buranın sahəsi necədir? Bir-birinə bərabərdir. Bəli. Yəni düzbucağın sahəsini 2 yerə bölsən, bu üçbucağı tapırsan. Bu şəkildə. S kimi bölünür, bərabər hissələrə. Bəli. Bu şəkildə belə düzbucaqlı ilə işimiz bitdi. İndi gəlirik. Yox idi, B vurulsun, HB bərabərdir, A vurulsun, H. O paralelogramdadır da. Hə, Burada ehtiyac yoxdur ki. Niyə ehtiyac yoxdur? Çünki bunun onsuz da tərəfləri bunun həm də nə idi? Hündürlüyüdür axı. Burada eyni şey alınır axı. Məsələn, sən bura A-dir, buna nədir? B-dir, burada nədir? B-dir, burada nədir? A-dir. İndi A bu düzbucağı tutan həm də nə idi? Hündürlüyüdür. Çünki buradan da hündürlüyü çəksən, elə A-la eyni olur da. Və ya da B də bu təpədən çəkən nədir? Hündürlüyüdür. Məsələn, buradan bura çəksən, E olur. Yəni burada hündürlüyü ilə nəyə bərabərdir? Tərəfə. Yəni A vur B bərabər olur A vur B də eyni şey olur. Ancaq burada yazmır. Başa düşdünüz? Hündürlüyü ilə tərəf eyni olduğu üçün burada da o qaydan yazmanın bir mənası olmur. İndi gəlirik kvadrata. Kvadrat da rahat fiqurlardan biridir. Kvadrat. A kvadrat. Kvadratın sahəsi. Bəli. Sadəcə əvvəlki xassələri bilmək lazımdır. Məsələn, o gün dördbucaqlar keçdiyimiz xassəsi. Hər kəs yaxşı öyrənsin. Kvadratın sahəsi. Kvadratın bütün tərəfləri bərabərdir. Diagonallar bəs bərabərdir. Bəli. Yatır bax arxada. Yatır arxada. Deməli, tərəf eyni olur da. A. Onda əsas sahə düsturu nədir? A vur A. A-nın nəyi? Kvadratı. Bəli. Birinci əsas sahə düsturu budur. Bəli. İndi əlavə sahə düsturları var, yəni bunun törəmələri. Amma bunu bilsən elə bəs edir. O biriləri bilməsən olar. Yəni sırf kvadrata aid. Onda yazmayaq da. İndi yox da, bir-birinə keçişləri bilməlisən, nədən nə keçir, nədən nə alır.
İndi sən bilməlisən ki, bax, əgər dördbucağının qaydalarına qulaq asmısansa, əgər işdir də, saçın qulaq asmısansa, bilmir, əlində barmağı toxunur. Bura baxın indi. Tutaq ki, indi bura A-dırsa, burada A-dırsa, bu kvadratı nə idi? Bura neçə dərəcədir? Kvadratdır. Bura neçə dərəcədir? 45. Təbii ki, da. Yarıyam. 45. Bura nə qədərdir? 45. Onda diaqonal nə olur? A kökdəki. Bunun dördbucaqlarda demişəm. Qulaq asarsın. Onda biz kvadratın sahəsini diaqonalla da tapa bilərik. Hə, o tərəf verilibdir də. Yəni da bəli. Ona görə deyirəm ki, elə bunu bilsən daha diaqonalla tapmağa ehtiyac yoxdur. İndi burada bu həm də diaqonal, belə deyil. Diaqonal nəyə bərabərdir? Diaqonal nəyə bərabərdir? A kök 2-yə də, bəli, A kök 2. İndi burada A-nı tapsınız, ya da ki belə eləyə bilərsiniz də, sahəni bundan tapsınız. Yenə deyirəm, onsuz da diaqonalı bilirsənsə, bunu biləcəksən. Daha bunu biləndən sonra gedib bundan niyə tapırsan? Elə A kvadratı ilə taparsan, elə deyil. Ən rahatı tərəfdən tapdı, yenə deyirəm. İndi diaqonalla tapanda olur uşaqlar, D kvadratı böl 2. Elə belə indi simvolik olaraq yazır o da. Amma əslində ehtiyac yoxdur buna. Aydın? D-nin kvadratını tapana A-nın kvadratını. Onsa D-nin kvadratını tabi 2-yə böləndə elə A kvadratı olur. Aydın, eyni saat üstü alınır da. Çünki indi gətir yerinə qoy burada. D-nin yerinə qoyacaqsan. A kök 2. Nə deyirsən? Salim tapıb görəm. Ben babam. Demək, D-nin yerinə qoyuruq A kök 2 kvadratı, hə? Nə oldu? D-nin nəyi? Kvadratı. Böl 2 demirik, böl 2. Kök 2-nin kvadratı nə edir? 2. A-nın da kvadratı böl 2. 2'lər getdi, yenə nə oldu? A. Həmin bayaqçı saat üstümüz alınır da. Başa düşdünüzmü? Yəni, elə bu bilsəz ki, sahə A kvadratıdır. Sən hansı yolla olsa deyilən də A-nı tapıb bununla sahəni hesablaya bilərsən. Nəyəsə, çox uzatmırıq. Diaqonallar, yenə burada da sahə necə bölür? Hə? Yenə bərabərsə, düzbucaqlı olduğu üçün diaqonallar sahəni bərabər hissələrə bölür. Düzbucaqlıdakı kimi. Bərabər hissələrə bölür. Hissələr hansı fiqurdur? Yenə üçbucaqlılar da hissələrimiz. Sən yenə diaqonalları çəksin burada. Neçə dənə üçbucaq alınır? 4 dənə. Necə üçbucaqlılar? Həm də necə üçbucaqlılar? Həm də necə? Düzbucaqlı. Qayda xassələri demişəm. Bunlar həmişə perpendikulyar olur. Kvadratda diaqonallar perpendikulyar olur. Bir də nədə? Bir də ronda. Bunu bilməlisiniz. Həmişə. Bu iki fiqurda həmişə diaqonallar necə olur? Perpendikulyar olur. Bax, buranın sahəsi hamısı bir-birinə necə olur? Bərabər olur. Bəli. Bax, buradakı S1, S2, S3, S4. Hamısı bərabər bir-birinə. Yəni, birini tapıb, neçə vuracaqsan? 4-ə vursun, ümumi kvadratın sahəsi eləyəcək. Və ya da kvadratın sahəsini 4-ə bölüb, bir üçbucağın sahəsini nə edə bilərsən? Tapa bilərsən. Bəli. Kvadratın sahəsi bu. Bəli. Sonra gəlir, çox sonra. Bu, sizə kvadratın fiqurun sahəsi. Olan sesi. Olan sesi. Onu deyən saçlı olsun. Da səsizcə. Onu yazın. Deməli. Doğru diyorsun. Gel pezi get. 21. Gedər. Elə bir 11 yerimiz. Yaxşı. Buranın kvadratda, sahədə onları bilməyiniz bəsdir. Gəlir indi paralelogramın sahəsi. Paralelogramın sahəsi. Oxşar üstürlər. Paralelogramın sahəsi. Bəli. Yenə tərəf və hündürlüyü ilə bağlıdır. Paralelogramı hamı tanıyır. Bəli.
Nə tanıyır? Parallelogram hamı tanıyır deyir. Belə. Tərəflər A-la B-dir. Əsas düsturu AH düsturudur. Yəni tərəf vur nə? Hündürlük düsturudur. Bəli. Buradan bir dənə hündürlük çəkirik. Bəli. Buna H1 deyirəm. Niyə H1 deyirəm? Çünki burada hündürlüklər eyni olmur. Bu daha qısadır. Böyüyə çəkilən daha kiçik olur. Kiçiyə çəkilən daha böyük olur. Bax, üçbucaqlı da belə olsun. Bütün figurlarda. Burada H2 yazıram. Anı H2-yə qoymaq elə. Bəli. Sahəni tapmaq üçün bəli. Ya bu hündürlüyü vur bu tərəf, yəni H1 vur nə? A. B. Ya da ki H2 vur nə? A. H2 vur A. İkisindən də tapa bilərsən. Yəni tərəf vur nə? Hündürlük. Bunları bərabərləşdirin. Şu, bunlar da bir-birinə necə ola bilər? Bərabər ola bilər. Yəni heç sahədən söhbət getməsin. Sənə bəzən bunların üçün verə bilər, birini soruşa bilər. Onda bu bərabərdən istifadə edəcəksən. Hansı bərabərdən? Tərəf vur hündürlük, bərabər tərəf hündürlük. Məsələn, H1B H2-ni verə bilər, A-nı soruşa bilər. Onda bu bərabərliyi yazacaqsan. Yəni H1 vur B nəyə bərabərdir? H2 vur A-ya. Üçbucaqdakı kimi. Orada H1-ə A-yı vuranmaqdır elə. Yəni Yox, tərəflər yox. dəyişdirmək. Ancaq çəkildiyi tərəfə. Ancaq çəkildiyi tərəfə. Bəli. Bu oldu paralleloqramın ən çox istifadə olunan həm sahə düsturu, həm də xassəsi. Bəli. İkinci bir sahə düsturu yenə düzbucaqda demişdik, diaqonalla nə? Tərəf. Hündürlük. Hündürlük. Diaqonala çəkilər hündürlükdə. Bildinizmi? Diaqonalla diaqonala çəkilər hündürlük. Həmin şey burada da yenə hesablaya bilərsən. Yenə paralleloqramı çəkirik. Bu paralleloqramın nə idi bu? Nə idi? Diaqonalı. Bəs bu nə idi? Hündürlük. Diaqonala çəkilən hündürlüydür. Bəli. Onda bura bir H desin, burada D desin. Yenə vuracaq sahə tapmaq üçün. Bəli, yenə H vur nə? D. D. Vəssalam. S bərabərdir. H vur diaqonal. Və ya da o biri diaqonalı çəkib ona hündürlük çəkə bilərsən. Fərq etmir. Yəni bu düzbucaqlıda da belədir, digər fiqurlarda da belədir, dörtbucaqlılara aiddir təbii ki. Deməli. Yəni bu paralleloqramın növlərinə aiddir. Romdur, paralleloqramdır, kvadratdır. Bu belə. İndi o biri diaqonalda çəkək. Çünki daha çox bəzən sualda bu qarşımıza çıxa bilər. Bunlar neçə hissədən ibarət? Deməli. Məsələn bu diaqonal çəkilən, bu böyük diaqonaldır yoxsa kiçik diaqonaldır bu? Böyük. Böyük diaqonal. Burada bir dənə nə çəkə bilərsən? Hündürlük. Belə də belə də. H. Burada D diaqonal. Yəni sahə nəyə bərabərdir? H vur diaqonal. Yəni bu şəkildə. İnç edir. İnşidir yəni. Sadəcə diaqonalları ayrı-ayrı çəkilir də. Diaqonalları ayrı-ayrı. Sudan çaydan istəyən olsa gələcək. Belə. Şəkildə. Hə. Sonra bir də yenə bunun da sinus harfi ilə bir düstur var, amma sizə istifadə edilməsi deyil, amma yenə də deyək. Ödünmür, değil mi? Deməli. A, B sinus alfa. Bura A, bura B, burada bir iki bucağı alfa yazsam. Onda S bərabərdir nə? A vur, B vur, sinus alfa. Belə də hesablanır. Paralleloqramın sahəsi. Eyni şey buna da aiddir. Diaqonallar sahəni necə bölür? Bərabər hissələrə bölür. Mən bu sin sayfaya aiddən nömrə yazdım. Yəni bayaqçında bir dənə bucağı yazacağım. Bir dənə bucağı yazacağım. Məsələn, kaç paralleloqram verilə bilər? İspanın başqa yeri. İnanmıram sizə düşsün bu. Elə belə əlavə məlumat olur. A, tutaq ki, bura olsun 5, bura olsun 8, burada olsun məsələn 60 dərəcə. İki bucaq. Sahəsini tabi S bərabərdir. 5 vur, 8 vur, sinus 60. Burada təbii ki, sinusun qiymətini bilməlisən. 5 vur 8 neçə edir? 40 edir. 40. Sinus 60-da da kök 3 bölü 2 alır. Kök 3 bölü 2. 2 ilə 40 aparsan neçə qalır? 20. Onda S bərabərdir. 20 kök 3 bizim paralleloqramımızın sahəsi oldu. Bu.
real. Deməli, paralleloqramın sahəsi bu. Şimdi bir də bunu deyək ki, Sahələr. bəli, diaqonallar sahələri necə bölür? Bərabər sıraya bölür. Yenə diaqonallar. Uydu. Oldu. Əyri xət. Sahəni kesin sayına baxırlar. Bərabər hissələrə bölür. İstər desin. 206. Baxın. Biz get. Ay doğru. Deməli. Nə oldu ki? 206. 206-dan keçsin. 206 nədir? Diaqonalları çəksək, burada hansı fiqurlar yaranır? Əmrə bax, tezsiz sayma. Bunların hamısı bir-bir necə olur? Bərabər S1, S2, S3, S4, bayaq dediklərimiz kimi bu üç bucaqların sahələri bir-birinə necə Deməli, olur? Musa ki, sabaha işləyəcək. Tamam, Musa gül özü bilər. Təbii ki. Uy. Sabah mən gəlmirəm. Evet. Yaxşı olur. Qızdırman qəhvə. Deməli, Bizə hələ içinci yıllarda var. belə, yaxşı, söhbəti bağla, dayan. Paralleloqramda sahə, düz bucaqlı. Bir də aşağıda, burada bir şey qalıb. Nə bir şey qalıb, deməli. Bu romba da aid olacaq, paralleloqrama da aid olacaq, həmçinin düz bucaqlıya da aiddir. Bunu burada yazın. Kvadrata aid, bəli. Deməli, yazıram. Düz bucaqlı. Hamısı üçün bir xassət yazın burada. Düz bucaqlı, kvadrat. Rombu yazmışıq biz. Evet, yazmışıq. Düz bucaqlı, kvadrat, paraleloqram və romb üçün. Sözlə uzun-uzadı yazmıram. Yəni, bunların hamısı üçün bir dənə xassisə var burada. Yəni, indi paralleloqram üzərində göstərəcək, hamısı üçün keçərlidir. Nə xassəsidir? Bir dənə paralleloqram üzərində həmin xassəni göstərək. Deməli, bir tərəfə bitişik bucaqlardan çıxan şüalar gedib qarşı tərəfin üzərində nə edirlər? Kəsişirlər. Ortada bir dənə hansı fiqur yaranır? Üç bucaq. Həmin ortada yaranır. Bu tərəfin ortası deyil ha. Burada da kəsişə bilər, burada da kəsişə bilər, ortada da kəsişə bilər. Fərqi yoxdur. Əsas odur qarşı tərəfin arasında kəsişir, üzərində. Fərq eləmir. Bu zaman ortada yaranan üç bucağın sahəsi ümumi fiqurun nəyinə bərabərdir? Yarısına. Həmişə, hər zaman. Bunu biz bölüb də göstərə bilərik əslində. Yəni, bura ABCD desək, ümumi fiqura. ABC. Buna da S1 desək. S1 nəyə bərabərdir? S-ABCD-nin nəyi? Nəyinə? Yarısına. 2. Həmişə. Və yaxud da sən buranı bilirsənsə, orta 2-yə vurub, ümumi sayını tapacaqsan. Əslində, onu necə bilmək olar? Məsələn, bu cür. Bəzən özündən paralel xəttlər gətirib, çəkib sahələri tapa bilərsən. Necə? Məsələn, bura baxırsan. Bax. Bax ki. Məsələn, bu düzbucaqlı deyə bilərik. Bax, indi düzbucaqlı deyək həmin şey. Yenə nə dedim? Bir tərəfə bitişik bucaqlardan çıxan şüalar, tənbülən demirəm ha, tənbülən də ola bilər. Şüalar gedib harada kəsişirsən, qarşı tərəfin üzərində kəsişirlərsə, ortada yaranan üçbucağın sahəsi ümuminin nəyinə bərabər olur? Ümumi fiqurun nəyinə bərabər? Yarısına bərabər. İndi bunu necə bilirik? Məsələn, sən buradan özündən bir dənə ortadan xətt çəksin, ha buradan. Belə, düz xəttdə. Buranı necə bir-birinə? Məsələn, bura S, burada nə olacaq? S. İndi bura S-də, burada nədir? S-dir. Bura S-dirsə, burada S-dir. Gördün? İndi üçbucağın içində neçələr S var? 2 dənə. Üçbucağın içində 2 dənə S var. Bəs ümumi neçə S var? Gör, nəyi oldu? Yarısı oldu. İstəyir onu düzbucaqlıda elə, istəyir paralleloqramda elə, istəyir romda, istəyir kvadratda. Həmişə ortada yaranan üçbucağın sahəsi ümuminin yarısı hesab olunur. Dərsin. Hansını sürülür? İndi yazdınız qoy. Yox, sürmürəm. Belə. 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 Buradan
məsələn nümunələrə də baxa bilərik. Bitdi məndə. Deyirsən başlayır. Romb var. Rombun da düsturları eyni. Trapesiya bir dənə sadə düsturu var cəmi. Hündürlüyü. Ne güzel. Orta xətt büründürür. Heç bucaqla əlaqəli sual yoxdur. Yəni sinus minus söhbətdə. Ne diyor? Yaş. Deməli. Bir dənə parallelogram kvadrat düzbucaqdan bir dənə sual işləyək məsələn. Düzbucaqdan izahlanmışam. Məsələn, bax. Tutaq ki, düzbucaqdan yaxşı. Değmedi ki. Çox düzbucaqla bağlıdır. Yaxşı. Deməli, Romun sahasını deməmişəm, hə? Bəli. Yaxşı, məsələn, gəlin düzbucaqdan işləyək onda. Tutaq ki, 112-ci sual işləyək. Çıxardan növbə sən işləyirsən, görəm maşallah. Nümunə 112. Düzbucağının sahasını verib. Söhbət nədən gedir? Düzbucaqdan, çəkişdən düzbucaqdan. Çəkməyə də bilərsən. Amma burada çəkməlisən. Çünki tərəflərin nisbəti nədir? Çəkməsən də olur. 3-5 yəni necə yazıram? 3K, 5K. Sahasını da verir 240. Həm rahat yemiş. Sahə necə tapır düzbucağı? Bəli, 3K vurur 5K. 15K Bərabərdir 240. Ən çox səhviniz budur. Dedim 15K yazırsınız. Bəli. 15K-nın kvadratı bərabər 240-a. K kvadratı nə bərabərdir? 16 yaz. K nə bərabərdir? 4-ə. K 4 sonu tərəfin biri 12 imiş. Bir də 20 imiş. Səndən də istəyir. Bəli, böyük tərəfi. Belə, bu rahat edir. Sonra. Məsələn, deyir ki, 96-cı sual. Nümunə. Nümunə 2. 96-cı sual. Kvadratayı sualdır. Nümunə 96. Sualda dərsdə fikrin olsun ki, indi qələmlə onunla bununla oynayırsan, sonra evə gələndə ağzını açıb gözü döyüb baxırsan testin üzünə. Bəli. 96-cı sual. Diaqonalı 6 olan kvadratın sahəsi. Bunu hazır düsturdan mı tapa bilərsən? Tərəfi də tapa bilərsən. Bax, əslində əgər Artık 2 idi. Altını böyle diaqonal deyir 6-dır. Bax, nə çəkirsən? Diaqonal çək. Nə qədərdir? 6. Bura nədir? A. Diaqonal nəyə bərabər idi? Bunun nəmisindən? A vur kök 2 nəyə bərabərdir? 6-ya. A nəyə bərabərdir? 6 böl kök 2. Nədən azad edirəm? Ya da irasyon azad edəmə. Sahə necə tapılır? A-nın kvadratı, nəyin kvadratı? 6 böl kök 2-nin nəyi? 6-nın kvadratı. 36. Kök 2-nin kvadratı. Bu deyir 18. Bu belə tapa bilərsən. Ya da ki, dedim diaqonal bilirsənsə, S bərabər D kvadratı böl 2. Onu tapa bilərsən. Hazır düsturu yazdırdım axı bayaq. İndi onu bilirsənsə da. S bərabərdir D kvadratı böl 2. D nədir? 6-nın kvadratı böl 2. O da neçə yiyir? 18. Belə tapa bilərsən, hazır düsturla. Yox, ancaq sən A kvadratını bilirsənsə, onda gedib A-nı tapırsan belə. Gəlib həmin A kvadratını tapırsan. Belə. Sonra. Məsələn deyir ki, baxın, burada məsələn 98-ə də baxaq. 98-ci sual. Sualların həllinə diqqətlə baxın. Nümunə 98 dedi. 98. Deyir ki, diaqonalı 10 olan, sahəsi 48 olan düzbucağının perimetri. Bax, burada hökmən şəkli çəkməlisən. Düzbucağını çəkirik. Diaqonalını nə yazırsan? 10. Bir dənə diaqonal çəkirsən, oldu 10.
S bərabərdir 98-də deyir 48-dir. Deməli, diagonal da nə qədər oldu? 10 oldu. Buraya yazıram 10. Tərəflərini bilirik, bilmirik. A, B. Tərəfləri A, B. Deyir, bu düzbucağın nəyini tap? Çok oradan. Perimetrini tap. Olmaz. İndi Müəllim, Kitabı- sahə düsturunu Ha, A vur B beraber. A üstə gəl B bərabərdir 48 edirik. Sonra A üstə gəl B eləyir 24-də perimetreli olur. sən tapdın. A vur B'də, sən A vur B'ni A vur B tapsan beraber. 24. Sən də perimetrini tap. Sən hasını tapırsan 24. Hayır. Hə, uşaqlar, burada yəni A topla B'ni tapmaq yox ki, 2-yə vuraq nəyi tapaq? Perimetri tapaq da, A topla B'ni tapaq. 2 vurursun A topla B'ni bərabər 48. Sağın tapanda topu 3-ə vurur. Perimetrin mən bunun yanında oturdum bildim mən. Qəribə oldu. Hə. Alimdir. Sən perimetrini tapsan, bu perimetr deyil, sahədir. Perimetr desəydi 2 vur A topla. Nəyi tətbiq eləməlisən? Sağ ol. Açıq aydın görünür də, düz bucağı, düz bucağı. B'nin kvadratı. 10 da deyirəm ki, 90'ı yazmışım, qeyd edirəm. A kvadrat topla, B kvadratı. nə bərabərdir? Beraber de A'nın 100'e. Onun kvadratı. Bu nəyə açırsan? Müxtəsər. Müxtəsər. A üstə gəlsin B'nin A üstə gəl B'nin kvadrat çıx. Görsən müxtəsər gəldi, burada da keçdi ortaya, sahədə. Bərabər 100-ə. A vur B'nin yerinə nə yazacaqsan? 48. Elə sahə A vur B deməkdir da, elə deyil. A topla B'nin kvadratı çıxılsın 2 vur. 48 bərabər 100-ə. 248'e Onda- A üstə B kvadratı. 96 sağa atanda mənfi daxil necə olacaq? 196. Nəyin kvadratı 196 edir? 14. Onda A topla B neçə olmalıdır? 14 olmalı ki, 14-ün kvadratı 196 edir. Onda neçə vuracaqsan? 2'ye. 2-yə. Çünki perimetr tapmaq üçün tərəflərin topunu nəyə vurursan? 2-yə vurursan. O da deyir 28. Görürsünüz? Əvvəlki bilikləri zəif olan, təkləri olmayan uşaqlar təbii ki, bu bölməni işləyəməyəcək. Çünki Allahın tifaq qorun belə bilməlisən də yəni. Bəli. Bu da yatırmayın. Deməli, bu da belə. Biz nədən danışırdıq? Axırıncı nə izah edirdik? Parallelogram izah edirdik. Gəlir indi Sonra trapez. Rom. Gəl trapesiyen deyək. Trapesiyanın saat üstü bir dənədir. Deməli, trapesiyanın sahəsi. Trapesiyanın sahəsi. Trapesiyanın bilirsiniz orta xətti necə tapılır? Oturacaqlar toplayıb, ikiyə bölünür. Oturacağa kiçik oturacağa A, böyük oturacağa B desək. A üstə B böyle 2 beraberdir. Bu da olsun nəyi? Hündürlüyü. Burada da H desək. Onda S bərabərdir. A vur. A topla B böl 2 vur H. Bir dənə yeganə sahə düsturu budur uşaqlar. Orta xətt vur, hündürlük. Bəli. Belə. Trapesiyanın sahə düsturu. Bir dənə elə belə sahəyə aid bir dənə qayda var. Amma 9-larda çətin ondan istifadə olunur. Və əlavə bilgi olaraq qeyd edirəm ki, işdir da lazım ola bilər. Və yaxud da digər uşaqlar istifadə edə bilər. Bir də belə bir sahəyə aid bir xassisə var. Diagonalların çəkəndə nələr yaranır burada? Diagonalların çəkəndə üçbucaqlar yaranır. Üçbucaqların hamısı bərabərdir deyə bilərikmi? Xeyr, fərqli üçbucaqlarda. Məsələn, buna necədir? Bərabər, bunlar bir-birinə bərabərdir, eləmi? Amma bunlar bir-birinə bərabər deyə bilərsən? Xeyr. Bura S3 deyirsən, bura S4 deyirsən. S1 ilə S2 bərabərdir o. Qarşı-qarşı olanlar o. Təbii ki, yanlara bitişik olan üçbucaqların sahəsi həmişə bərabər. Və bunları necə tapa bilərik? Bunlar onsuz bir-birinə bərabərdir. Digərlərin sahəsinin kökün altında bir-birinə nə edə bilərik? Vursaq, buna bərabər olacaq. Yəni bunu hər birinə bərabər edə bilərsən də. Yəni tutaq ki, sən S1-i tapmaq istəyirsənsə, sağlam. Kökün altında yuxarıdakı, aşağıdakı nə edirsən bir-birinə? Vuracaqsan. Və ya S2-ni tapmaq istəyirsənsə, yenə kökün altında S3 sən S4-ü vuracaqsan birinə. Trapesiyan sahəsi bu qədər, amma indi nümunə işləyirik. Sahə düsturu bir dənə olsa da, amma digər mövzularla bağlı çox düşür trapesiyadan suallar. İndi nümunə trapesiyadan gəlir. Romla hərə üçbucağımız qalır və dairəmiz.
O yüzden 3 tane var. Deməli, oydu. Əsasdan demişik. Bir dənə o üst bucaqda biraz. O da 3 uzak. Trapesiyadan nümunəyə baxaq da burada. Trapesiyadan, trapesiya. Baxın, oradadır. Ne senin? Deməli, daha görə yumuşsuz şey olar, yumuş. Deməli, siz də baxın da, mən görürüm amma, mən görürüm. Hə, uşaqlar. Məsələn, yazılıb ki, 173-cü sual, trapesiya. Neçə? 173. 173. Ama 152 de var. 173. Daha yazdım ben. Deməli, nümunə 173. Baxırıq, nə deyir? Kor bucağı 150-dir. Nəyin? Trapesiya. Trapesiya. Kor bucağı 150-dir. Bəs iti bucağı nə qədərdir? 30. 30. O dəqiqə bilməlisən da. İstənilən bu 4 bucaqlarda iti ilə korun cəmi həmişə nə qədər olur? 180. 180. Kor 150-dirsə, bura nə qədər olacaq? 30. O dəqiqə nəyi indirirsən? İndirir də, bu hündürlük həmişə trapeziyada. Bunu da indiririk, hündürlük. Bəli. Amma bərabər yanı deyil ha bu. İndi deyə bil. Amma yoxsa deyir bərabər yanıdır. Burada nə olacaq? 150. Burası burada olur. Ha, orada 30. Sonra 150. Bura nə qədər olacaq bəs? Bura. 150 də. Yox. Bura. 90, 30, 120, 60. 60. Hesab verir. Bəli, 60. Burada nə qədər olur? 60 dərəcə. Bunları bildik hərəkət. Görə başqa nə verir? Yan tərəfimiz onu 6-dır. Bura nə yazacaqsan? 6, 6. 30-un qabağında katet. Hipotenuzun yaşlısı. Onda bura nə qədər olacaq? Betonumuz 6-dır. Bura bax. Betonumuz 6-dır. 30-un qabağında bu hündürlükdə nə qədər olur? 3. Bura nə qədər olur bəs? 3 köküz. Burada nə qədər olur? 3 köküz. İndi biraz anormal çəkmişəm. Bir bacı bir. Deməli. Sonra sahəsi də 66-dır. Rombun ha. Sahəsini verib özü. 66-dır. Romb nə idi? Trapesiya. Bəli. İndi deyir trapesiyanın perimetrini tap. Onsuz da iki tərəfini bilirsən. XX qoyasın. İndi bura bayaq kim işləmişdi vəfat sonunda? Süleyman. Süleyman, ürəyimizdən. Bura x-dirsə, Mən bura nədir? X. Hamısını Tələsin. toplayıb 2-yə bölürük. İndi sahə necə tapılırdı bayaq yazdım. Orta xətti Orta xətt, bu hündürlük. Orta xətt tapmaq üçün otaqdan biri nədir? X. O biri nədir bu? 3 köküz. X üstə gəl, 3 köküz, 3 köküz. 6 köküz. 6 köküz. Böl nə? 2. Bu nəyi oldu? Orta xətt. Orta xəttdir. Oturacaqların topu 2. Burada aləm nəyə? 3-ə. 3-ə. Nəyə bərabər olmalıdır? 66. 66. Burada 66-ın içine inirsən? Vurma olduğu üçün. 22. 22. İndi təbii ki, və söz çarpaz. Bu məxrəcə nə yazıram? 1 olduğu kimi qaldırıram. Çarpaz. XX. XX-in 2. X topla 6 kök 3. Bərabərdir. 2 bölü 22. 44-dən də 6 köküz. Heç nə. Burada belə eləyək də. Bizə perimetr istəyir. Heç nə, ikisi tapayı o da. 2x bərabərdir. Bundan da bunu nə eləməliyəm? 44-dən də 6 kök 3 çıxanda qalır 38 kök 3. Nə yaxşı dedim sənə. Çıxma olur onun. Çıxma olur. Qalır elə. Bəli. Bu belə. X-i tapmaq üçün nə eləməliyik bunu? Bunu nə eləməliyik? 2'ye bölünmeli. 2 bölməlisən də vurma deyil. X bərabərdir. 44 çıx 6 kök 3 böl 2. Söh. Bəli. İndi x-imiz budur. İndi hamısını 2-yə də bölə bilərik. İndi perimetr deyəndə bütün tərəfləri nə edirik? Toplayırıq. P bərabərdir. 6, 6 nə qədərdir? 12. Üstə gəl. 3 kök 3, 3 kök 3. 6 köküz. 6. Hər birinci ədədləri toplayıram da. Üstə bir də neçə dənə x toplamalıyam? 2 dənə x. Ona bu nəyə vuracam? 2-yə. 2-yə. Üstə gəl. 2 vurulsun. 2-də 44 çıx 6. 44 çıx 6 kök 3. 2-lər neynədir? Getdi. 6 köküz. Müsbət 6 kök 3, mənfi 6 kök 3. Bunlar da getdi. Perimetr oldu 12 topla 44. 66. Çox sağ ol. Belə. Belli. Laf etme peşman. Niyə? Benim de sen de yapmışım. Sen de yapmışım benim. Sen de. Nə deyir? Eybi yoxdur olsun. Ben limon çağırdım. Süleyman. İnsan səhv edə öyrənir də. Dirəvan səni peşmə edəcək. O gecə çıxıb mən Baba. yazmışam. Gör bezmədi. Yox təbii ki. Çünki Adamdayız o. Sen şu laf et. yaxşı. Süleyman. Fikir eləmez, zarar verir.
Hə, buradakı kardan gəldi. Bəli. Çünki perimetrin tapırıq. Burada neçə dənə x var? 2 də var. Hadi 6, 6, 12 elədi. 3 kök 3, 3 kök 3, 6 kök 3 elədi. Bu x-dan da 2 dənə x toplamalıyam, elə deyil. 2 nə vurdum birbaşa? X var, x-imiz bu deyil. X-imiz bu da, bunu 2-yə vurmalıyam da. Çünki 2 dənə x var da. Toplayanda 2 dənə x deyil axı. Perimetrini tapanda. Tərminə. Mənim orası deyilsən. Bana Yazmadım. Hə, yatmışsan bayağı. Hə? Nə edirsən sən? Həmsinin də. Hə, eyb yox, qeyd edərsən. Yaxşı, Abdüləziz. İndi keçirik rombu da deyək. Romda demək olar ki, paralleloqramın düsturlarıdır. Bir dənə əlavə düstur var, diaqonallarla bağlı. Əsərləşmə artıq. Rom. Hə. Deməli, rom. Rombun sahəsi. Rombun sahəsi. Belə. Yenə tərəf vur hündürlük, paralleloqramdakı kimi. Burada amma tərəflər necədir? Hündürlüklər də necədir? Bərabər, eyni şey. Bura h-dırsa, bu da nədir? H-dır. Çünki tərəflər bərabərsə, onlara çəkən hündürlüklər də bərabər olur. Burada a-dır. Yəni bir dənə düstur. S bərabər nəyə? A vur h. Bir dənə düstur var. Yox. Bunun ən çox istifadə olunan düstura biri budur, bir də D1, D2. Niyə görə D1, D2 deyirik? Çünki diaqonallar necə olur burada? Fərqli olduğu üçün. Rombun diaqonalları necədir? Fərqlidir. Bəli, rombun diaqonalları fərqlidir. Yəni diaqonalların çəkisi. Deməli, bu D1, bu da nə olsun? D2. Suallarda çox istifadə olunacaq. Və bunların perpendikulyarlığını sən həmçə bilməlisən. D1, bu da nədir? D2. Heç nə. D1 vur D2 bölü 2. İkinci sahəsidir. Diaqonalların hasilinin nəyi? Diaqonalların hasilinin yarısı. Bu da çox istifadə olunur. Əsas bu iki düsturu bilməyiniz bəs edir romda. Əlavə olaraq bir dənə düstur var. Birisi hansı? Bayaqki paralleloqramda yazdığı AB sinüs alfa. O düstur burada da var. Sadəcə burada AB yox. A kvadratı da A vur sinüs alfa. O da nə olur? A kvadratı sinüs alfa. Həmin paralleloqramın düsturudur da. Sadəcə burada tərəflər bərabərdir deyə A kvadratı olur. Bəli. Romda da həmin yenə sinüs alfanı yazsın. Belə. Sənə niyə gülmək olur? Yaman sən soruşuram. Bura gəl. Tablikada tutarsan buraya gəl. S bərabərdir. A vur nə? Sinüs alfa. Yəni A kvadratı sinüs alfa. Bu da oldu 3-cü sahə düsturu. Başqa heç nə. Bir də bilməlisən ki, deməli, bir də bilməlisən ki, yenə oradakı bayaqçılar kimi diaqonallar sahəni necə bölür? Bərabər hissələrə bölür. Romda yenə diaqonalların çəksin. Sahə bərabər üçbucaqlara bölünür. S1, S2, S3, S4. Və bunlar hamısı necə üçbucaqlılar uşaqlar? Düzbucaqlı üçbucaq var. Bilməlisən. Romdan nədə perpendikulyar olur? Hansı figurlarda? Düz bucağı. Deyil, şeylərdir. Kvadrat. Yox. Kvadratla, nə yox, kvadratla romda bir dənə nə olurlar? Perpendikulyar olurlar da. Nələr? Diaqonallar. Sən orana ürəyimiz patladı biraz. Nedir o? Aşkının o? S1 bərabərdir. S2 bərabərdir. S3 bərabərdir. S4. Bəli. Adacağımız adasmırsan ha böyle bak. Yoxsa mən blokat mısan görməyəcəm? Yox, evet. Deməli. Hə. Belə. Yenə diaqonallar sahəni necə böldü? Perpendikulyar. Bərabər Bərabər hissələrə. hissələr. Bərabər hissələrə. Çox gözəl. Şey deyirəm. Görürəm özümü. Bu şəkildə yaxşı. Necə də gözəl. Nə qaldı nə? Bitti. Finish. Seviyorum zaten. Dairənin sahəsi. Hayda. Pierre kvadrat.
Mən dairə dördbucaqlı deyirəm. Bucağın sahəsi. Dairənin sahəsi yazıram da. Hə, nədir? Mən evdə səhv yoxdur. Pi kvadratı. Nə yazım? R nədir? Deməli, mərkəz, radiusu S bərabərdir, pi vur, R-in kvadratı. Pi kvadratı. Bu dairənin sahəsi oldu. Dairəyə bir dənə əşya deyə bilərsinizmi? Musanın başı ola bilər məsələn. Biləşik. Ya Musanın başı ola bilər. Biləylik, biləylik. Biləylik. Yox, dairəyə bir dənə əşya. Teleskop. Bəli. Qəpi də qəpi, hamının bildiyi əşya. Cisim. Qəpi nədir? Dairədir. Deməm dairə. Üzüyü nədir bəs? Çevrə. Üzüyü çevrədir. Üzüyün sahəsi olur. Üzüyün adı boğuq olur. O çevrədir üzüyü. Dairəyə nə dedik? Qəpi. Bəli. Buna dairə deyə bilərik. Nədir? Çevrə. Onun uzunluğu var. Bəli. Amma buna nə deyə bilərik? Dairə. 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 Oo, Misal uşaqlar, kub. O- Bu nə deyir? görək bunun içi boşdur da. Kürədir. Bu sfera. Hə. İçi tam dolu olsa, o Kürə. kürə olur. Dolu. Kürənin içi dolu olur. Yox, əslində boşda su ilə doludur. Bəli, Bəli. sfera. Bağlaya bilərəm. Tamam, bəli, bağlı. Yaxşı. Mən evə nə verirsən? Evə nə verirsən? Tamam. Yox, heç bizə ayrıca keçəcəm. Evə nə Burası. verirsən? Bir də bunu tamamlayayım. Bir də var nə? Sektor. Keçmişlər 9-da. Rus bölməsi yox. Aktiv. Qulaq. Bax, sektor elə ki dairənin nə idi? Bir dilimidir da. Bəli. Elə ki pizza bütövlükdə bağışlayın da az olan varsa. Deməli, pizza ümumi dairədir. Hə? Pizzanın dilimi nədir? Sektor. Elə ki pizza dairədir. Biz onu nə qədər sektorlara böldük, dilimlərə böldük. Maşallah. 360'da İndi bu nə oldu uşaqlar? Sektor. Bu oldu sektorumuz. Bu nəyimizdir? Erimiz. Radiusumuz erdir. Burada erdir. Və burada bucaq yarat. Bunların radiusların arasında bir dənə nə qalır? Bucaq. Mərkəzi bucaq. Qövsünə bərabər. Bəli. Məsələn, burada bir dənə alfa yazsam, Qabaq alfa. onda S sektor, yəni bu 360 şifrlənmiş sahəsini tapmaq üçün S sektor bərabərdir. Pi vur R-in kvadratı vur nə? Alfa böl 360. Pi R kvadratı alfa böl 360. Bəli. Düsturu budur. Aydınmı? Bəli. Hardan alınması? Yaxşı. ne yazmıyorsun? Bir də var segment. Ona deyim. Segmentin yeni düsturu yoxdur Hülya. Segment tapmaq üçün Sektordan tap. 3 bucaq. hə, sektordan bucağı çıxacaqsınız. Segmentin sahəsi. Segmentin sahəsi. Ha, segmenti göstərək indi burada. Segmenti burada göstərək. 3 bucaq seç. Yaxşı, bir dənə dairəmiz olsun bu. Dairəmiz olsun bu. Burada birinci nəyi çəkəm? Sektoru. Mərkəz. Mərkəz. Belə. Bu da belə. Bu nədir? Elə ki, sektorun bu üçbucaq hissəsini kəsib götürürsən, burada qalan nədir? Segment bax budur. Yəni Xətt. Tamam. Mən devam eləməliyim, Musa deməli. İndi bu rəngi hissəni tapmaq üçün sektordan üçbucağı nə etmək lazım? Atmaq lazımdır. Bəli. Onda S seg bərabərdir, S segment yəni. S sektorumuz necə tapılırdı? Pi kvadratı 3 Nədir? Pi kvadratı alfa böl 360 çıxacaq üçbucağın sahəsi. Bu üçbucağın sahəsi necə tapılır? Bayaq o paralelogramda falan A, B tapırdıq. bölü iki. R vur sinüs alfa böl 2. Sadəcə orada 2-yə bölmürdük. Burada 2-yə bölmürdük. Amma üçbucaqdan bir şey nəyə bölürük? 2-yə bölürük. Həmin şeydə R vur R nə olur? R-in kvadratı vur sinus alfa böl 2. Bu da nəyin düsturu oldu? Segin düsturu. Bəli.
Bir də qaldı üçbucaq, onu ayrıca izah edəcəm. Üçbucağı keçmirəm. Konsentrik çevrələr necə çevrələr idi? Bərabər. Bərabər. Yox. Mərkəzləri. Konsentrik. Mərkəzləri Eyni olur. eyni olan çevrələrdir. Onların arasında bir də nə qalırdı? Çıxacaq. Üçbucaq qalır ha. Ay, xaç. Üçbucaq qalır ha. Məsafə Onların arasında üçbucaq qalır. Nə qalır onların arasında? Məsafə. Halqa. Halqa. Bu halqanın sahəsini tapmaq üçün, bax bu halqanın Böyük sahəsi. çevrələr sayısı. Böyük dairənin sahəsindən Sirr. balaca dairənin sahəsini çıxırsan. Balacanın radiusu E. Böyüyündə radiusu nədir? Böyük yer. Buradan bura böyük yerdir. Onda S halqa bərabərdir. Böyüyün radiusu sahəsi nədir? Pi vur. Dairənin sahəsi necə tapılır? Verim formatda. Çıxılsın, pi vur, balacanın sahəsi da. Yəni, böyük dairənin sahəsindən kiçik dairənin sahəsini çıxırsan, nə qalır? Halqanın sahəsi. Burada dayandırır üçbucaqları xüsusi ayrıca bir Evə. Evə 100. evə üçbucaqsız olanları işləyin də. Üçbucaqsız olanları. Çəkin müəllim.